Salam əziz şagirdlər, bugün riyaziyyat 6-cı sinif 2-ci hissə dərslikdən səhifə 111 və 112 izahını verəcəm. Səhifə 111-də dərsimiz məlumatların təsviridir. Biz burada verilənlərin dairəvi diaqramda faizlə təsvirini öyrənəcəyik. Bizə verilib ki, tamın hissələrini müqayisə etmək üçün dairəvi diaqramdan istifadə etmək daha əlverişlidir. Məlumatı dairəvi diaqramda təsvir etmək üçün dairə verilənlərə uyğun hissələrə ayrılır və hər hissə fərqli rənglənir. Məsələn, qiymətləndirmədə 2 şagird 2 alıb, 8 şagird 3 alıb, 20 şagird 4 və 10 şagird 5 qiymətini aldı. Hər qiymət üzrə şagird sayının bütün şagirdlərin neçə faizi təşkil etdiyi tapılır və cədvəldə yazılır. Baxaq. Görürsünüz, burada qiymətlərini yazıb. 2, 3, 4, 5 alıbdır. Qarşısında sayıları yazılıb. Bu onların sayı, ən sonda cəmi yazılır. Bu isə onların faizli göstəricisidir. Sonra bizə deyir ki, dairə qiymət alan şagirdlərin sayına uyğun faiz nisbətində hissələrə ayrılır. Bunun üçün təpəsi dairə mərkəzində olan bucaq, yəni mərkəzi bucaqdır bu. Uyğun faiz nisbətlərində bölünür. Dairədə tam bucaq 360 dərəcə olduğundan hər qiymətə uyğun dərəcə ölçüsü tapılır. Misal üçün, ümumi burada bizə yazıb 2 alan. 2 alan görürsünüz, ümumi 100%-dən sadəcə 5%-i 2 alandır. Ona görə də %5-i vurub 360-a ki, dərəcəni tapsın, 18 dərəcə. Üçüncü etapda nə edirik? Üçüncü, dairə çəkilir. Transporterin köməyi ilə ardıcıl olaraq təpəsi dairə mərkəzində olan bucaqlar qurulur və uyğun hissələr rənglənir. Misal üçün, baxın, burada uyğun hissələri dərəcələri ayırıb 4 alan 180 dərəcə idi. 180 dərəcə, yəni 50%. 360 ümumi 100%-dir. 180 də onun yarısıdır, 50%-dir. Və son olaraq rəngləyib. Görürsünüz, 3 alanlar sarıdır. Bura. 2 alanlar yaşıl, 5 alanlar qəhvəyi. Mavi rəngdə isə 4 alanları qeyd edibdir və ən son olaraq bucaqla da qiymətləndirmə nəticələrini burada göstərib bizə. İndi biz səhifə 112-də birinci tapşırığa baxırıq. Bizə deyir ki, cədvəldə bank işçilərinin işə gələrkən hansı nəqliyyatdan istifadə etdikləri haqqında məlumat verilib. Hər bir nəqliyyat növünə uyğun faiz göstəricilərini tapın və uyğun dairəvi diaqramı müəyyən edin. Deməli, ümumi burada cəmləyək 32 üstəgəl 8 üstəgəl 4 16 bərabər üstəgəl 20 bərabərdir. Bunlar edəcək 40, bunlar edəcək toplayanda 20, bu da 20. Deməli, bu da edəcək 80. Cəmi 80 nəfərdir. 80 nəfərdən 80-də 32-si ictimai nəqliyyatdır. Bura yazıram. İctimai nəqliyyat. Bunu biz 100-ə vuracağıq faizlə ifadə etmək üçün. Vururuq 100-ə. 32-ni vururam 100-ə. 3280-ə bölürəm. Edəcək 40%. Sonra yazıram velosiped. Ümumi 80 nəfərdir. Bunun sadəcə 8-i velosipedlə gəlir. Deməli, 8-i vururam 100-ə, 800 bölürəm 80-ə, edir 10%. Sonra motosiklet. 80 nəfərdən sadəcə 4-dür. 80-i vururam, 80-də 4 yazıram, 100-ə vururam. 4 vurulsun 400, bölürəm 80-ə, edir 5%. Sonra skuter. Skuter 80 nəfərdən sadəcə 16-sıdır. 16-nı vururam 100-ə, 1600 bölürəm 80-ə, 20%. Ən son şəxsi avtomobil. Bu da 80 nəfərdən 20-sidir. Vururam 100-ə. Bərabərdir. Bu da edəcək 25%. İndi baxıram ki, burada ən çox ictimai nəqliyyatdır. İctimai nəqliyyat üçün yazıram ki, 360 vurulsun 40%. 40% idi axı. Bərabərdir. Bu edəcək 144 dərəcə.
Sonra velosiped üçün yazıram. Deməli bu ictimai nəqliyyat. Velosiped üçün də 360 dərəcənin bu dərəcədir. 360 dərəcənin %10 faizin dərəcəsi %10'unu tapıram. %10 faizə vuram da belə deyək. Bu sıfırla bu sıfır ixtisar edirəm. Bu sıfırla da bu sıfırı. Bu da 36 dərəcə velosipeddir. Sonra motosiklet 360'ı vururam %5'ə. Əvvəlcə bu sıfırla bu sıfırı ixtisar edirəm. Bu 5 ilə 10'u ixtisar edirəm. 36 ilə də 2'ni ixtisar edəndə edir 18 dərəcə. Buna da yazıram motosiklet. Sonra skuter 360 dərəcəni demə vuracam. Skuteri nə tapışıq? 20%, %20'yə. Sıfırla elə 20 ilə 100'ü 20'yə ixtisar edirəm. Burada qalır 5. 360'ı da 5'ə böləndə edəcək 132 dərəcə. %72 dərəcədə olacaq skuter. İndi isə 360 dərəcəni vuracam %25'ə. Çünki biz şəxsi avtomobili 25% tapmışdıq. Bu da ixtisar gedəndə 4'də 1 eləyir. 4 ilə də 360'ı aparsam ixtisara bu da edəcək 90 dərəcə. Şəxsi avtomobil. İndi uşaqlar dərəcələri tapdıqdan sonra siz bunu transporterin köməyi ilə dəftərinizdə dairəvi diaqramı qurmalısınız. Mən onu burada qurmayacağım. Siz onu özünüz transporterinlə quracaqsınız. Mən sadəcə variantı tapacağım. Mən variantı necə tapacağım? Deməli, bunu 360 dərəcədə də tam şəkildə bölsəm, hər birinə 90 dərəcə düşəcək. Onda mən tapıram ki, buranı şəxsi avtomobil kimi rəngləyə bilərəm. Ən çox ictimai nəqliyyatdır. Sonra gəlir şəxsi avtomobil. Deməli, şəxsi avtomobili şəklə uyğun olaraq bənövşəy eləyəcəm. Bunu qeyd etdik. Daha sonra 72 ilə 18 bizə 90 dərəcə verir. Deməli bu hissə, baxın bura bütövlükdə 90'dır. Mən bunun az qismini motosikletə ayıracağam, bir qismini də skuterə ayıracağam. Motosiklet olan hissəni qırmızı eləyəcəm. Deməli motosikletə belə ayıraq. Motosikleti 18. Skuterə ayırdım. Skuteri 72% qırmızı edəcəm. Daha sonra motosikleti də yaşıl eləyəcəm. Qaldı deməli 144 ilə 36. Deməli bu 90'dan da böyükdür. Yəni baxın bura bir 90 dərəcədir axı. Bu 90'dan da böyükdür. Deməli mən nə edirəm? Bunu 90'dan da böyük. Bu biri 90'dan da götürəcəm buna. Deməli bu belə düşünək də bu 90 üstə gələr 54'də axı. Deməli bu 90'ı verməliyəm onsuz da ictimai nəqliyyata. Bunun da 54 dərəcəsini verəcəm. Deməli ictimai nəqliyyata 36'sını velosipedə 45 90'ı mən yarı bölsəm 45 olar. Biraz artırsam olar 54 belə. Yenə deyirəm bu sizə çətin gələ bilər bu dediyim. Mən bunu gözə yarı bölürəm. Şəkil təyin etmək üçün siz bunu transporterindən özünüz tapa bilərsiniz, amma bunu da bilməlisiniz. Deməli ictimai nəqliyyatı da edəcəm sarı rəngdə. Niyə rəngləri belə seçdim? Şəklə uyğun alınsın. Deməli ictimai nəqliyyat bu böyük, baxın bu hissə olacaq. Deməli bunu buradan silək. Bu bunların bölgüsü idi.
İndi ictimai nəqliyyatı sarını qeyd edirəm. Yerdə qaldı. Bunu qeyd etdik. İndi qaldı motosiklet. Motosiklet də baxıram ki, mavi ilə eləyə bilərəm. Şəklə uyğun olaraq. İndi baxıram ki, ən böyük sarı, sonra qırmızı, bənövşəyi bu şəkillərdən hansına uyğun gəlir? Baxın, burada göy çox böyükdür. Bu olmaz. A bəndin üstünə xətt çəkirəm. Sonra baxıram ki, yaşıl biri daha böyükdür bu. Axı biz yaşıla dedik ki, motosikletdir. Bu da uyğun gəlmir. Baxın, bizim şəklimizə ən çox uyğun gələn B variantıdır. Sadəcə biraz şəkili fırladacağım, sizə daha aydın olacaq. Görürsünüz, bizdə bu tərəfi sağ tərəfə düşdü bu. Bu burada sol tərəfə düşüb həmin hissə. Yəni eyni şəkildə. Əsas odur ki, təsvir, faiz göstəricilər uyğun gəlsin. Yəni bizim cavabımız olacaq. Cavab B. Maraqlıdır. Bu bitdi. Keçirik tapşırıq 2-yə. İkinci tapşırıqda deyir ki, satışda olan topların sayı cədvəldə verilib. Basketbol, voleybol, futbol toplarının bütün topların neçə faizini təşkil etdiyini müəyyən edin və dairəvi diaqramda təsvir edin. Demək, burada bizə bir dənə nümunə verib. Basketbol necə tapıb? Əvvəlcə bütün topları cəmləyir. Sonra 8 dənə basketbol olduğu üçün 20-də 8 yazır. İxtisar eləyir. Bunu 0,4 və ya 100-ə vuraraq 40% şəklində yazır. Dairəvi diaqramda uyğun bucağı da tapmaq üçün 360 dərəcəni vurur %40-a. Axı 40% isə %40-dır, o deyir 144 dərəcə. Sonra transporterin köməyi ilə də 144 dərəcəni burada qurur. İndi biz özümüz bu tapşırığı yazmalıyıq da, bu bizə basketbolu tapıb. Demin buradan yazıram. Ümumi cəmi mənə verib 7, 5, 8 bərabərdir 20-yə. Bu bizdə ümumi. Bütün də, yəni bütün topların sayı belə yazaq. Bütün topların sayı. Basketbol kitabda versə də biz yenə də yazaq. 20-də 8-dir. Yəni ixtisar eləyib 5-də 2 yazıb. 100-ə də vuranda edəcək. İxtisar edirəm 20, 20-ni vururam 2, 40%. Sonra baxın, voleybolu yazıram. Voleybol 20-də neçəsi voleyboldur? 5-i. İxtisar edirəm 4-də 1 edir. Vururam 100%-ə. O da edir 25%. Hardan tapdıq? 4-dən 100 ixtisar gedir. Sonra futbol yazıram. Bu da 20-də 7. Burada ixtisar yoxdur. 20-də 7-ni 100-ə vururam. Faizə çevirmək üçün. 20 ilə bu ixtisar gedir, edir 35%. İndi dərəcələrini tapaq. Basketbolun dərəcəsini verib. Basketbol 360-ı vurub %40-a. 40% idi axı. Tapıb 144 dərəcə. İndi mən voleybol üçün 360-ı vuracağım %25-ə. İxtisar edirəm 4-də 1. Bunda ixtisar edirəm 90. Bu da edir 90 dərəcə. Sonra futbol. Futbol üçün də yenə 360-ı vuracağıq %35-ə. Birbaşa 20-də 7-də yaza bilərsiniz. Hissəsini onsuz da ixtisar gedəndə yenə eyni yerə gəlib çatırıq. Bunları 5-ə ixtisar aparıram. 2, 7,
18, 6 yazıram, 5 yadda. Bu da 126 dərəcə. İndi baxın, burada 144'ü bizə göstərib özü transporterlə. Deməli, mən yenə dairə çəkirəm. 144'ü buradan kömək alacağım. Baxın, buradan belə 180-180 ayırıram diaqramı. Baxıram ki, 144 bu hissəsidir. Sonra mənə 90 lazımdır. Voleybol asandır 90. 90'ı biz necə tapırıq? Belə tam yarıya. Tən ortadan belə böləndə, tən ortadan belə böləndə 90 buradır. 90 dərəcə. Deməli, mən bunu burada voleybol üçün göstərə bilərəm. Bura. İçindən də yaza bilərəm. Voleybol. Bunu belə silək. 144 dərəcə düşmüşdü basketbola. Bunu da renkləyək. Burada yazaq basketbol. Yerdə qalan hissəni isə indi futbol renkləyək. Burada yazıram futbol. Təsvirimiz belə oldu. İndi keçirik 3-cü tapşırığa. 3-cü tapşırıqda da bizə deyir ki, diaqramda Meloman klubunun üzvləri arasında ən sevimli musiqi janrı haqqında sorğunun nəticələri və uyğun üzvlərin sayı təsvir edilib. Hər bir qrupun bütün klubun neçə faizini təşkil etdiyini tapaq. Ümumi burada neçə nəfər var? 8, 12, 16, üstəgəl 4 bərabərdir 40 nəfər var. Tutaq ki, mən estradanın faizini tapıram. 40 nəfərdir. Burada 8 nəfər estradadadır. İxtisar edirəm 5'də 1. 5'də 1 də 100'ə vuranda 20%. Rock yazıram. 40 nəfərin 12'sidir. Əvvəlcə 20'yə ixtisar edirəm 5-2. 2 ilə 12'ni ixtisar edirəm. 6 vur 5 30%. Sonra xalq musiqisi. 16 nəfər var burada. 40'dan 16 nəfər. Vururam 100'ə. 20'yə ixtisar edirəm 5, 2. 2 ilə 16'nı ixtisar edirəm 8. 8'i vururam 5'ə 40%. Sonra gəlir klassik. Burada da 4 nəfərdir. Yəni 40 nəfərdən sadəcə 4'ü ixtisar edirəm 10'da 1. Vururam 100'ə. Edir 10%. Faizlə tapdıq hər birini. Sonra deyir ki, xalq musiqisi və estrada həvəskarların cəmi neçə faizidir? Xalq musiqisi 16 nəfərdir, estrada 8 nəfərdir. 40'da 16 üstəgəl 8 vurulsun 100%. 40'da 24 vurulsun 100%. 20'yə ixtisar edirəm 5, 2. 2 ilə 24'ü ixtisar edirəm. 12 vur 5 edəcək 60%. 60%'ini təşkil edir. Sonuncu 4-cü tapşırığa baxırıq. Deyir ki, diaqramda və cədvəldə bilik yarışında iştirak edən 10 şagirdin riyaziyyatdan topladığı ballar verilib. Sonra deyir ki, deməli, şagirdlərin biz sayını tapmalıyıq da. 100 bal toplayan deyir 1 nəfərdir. Deməli, 10% 1 nəfərdir. Sonra 90 bal toplayan tapmalıyıq. Deməli, 10%-i 1 olan ədəd axtarırıq. Faizə görə ədəd axtarırıq. Ədədi 100'ə vurub faizə böləcəyik. Deməli, burada ümumi burada 10 nəfər var. Ümumi 10 nəfər var. 10 nəfərin əvvəlcə 40%-ni tapaq. 10 vurulsun %40. 4 nəfər.
90 bal 4 nəfər. Sonra 10 vurulsun. Bu dəfə %20'ni tapacağım. %20. Bu da edir 2 nəfər. Sonra onu vuracağıq %30'a. Ümumi nəfərlərin sayını vururuq %30'una. Görə %30 nə qədərdir? Buradan da tapıram 3 nəfər. İndi burada ümumi neçə nəfər var? Gəlin tapaq. Cəmi 3 üstəgəl, 2 üstəgəl, 4 tapışdıqda 10 idi. Hə, 10 nəfər. Yenə də cəmləyib göstəririk ki, cəmi 10 nəfərdir. Cəmi 10 nəfər. Bizə deyir, təsadüfən seçilmiş bir şagirdin 100 bal toplama ehtimalı nə qədərdir? Ehtimal bərabərdir. Ümumi şagirdlərin sayı məxrəcə yazılır. 100 bal toplayan neçə nəfər var? 1 nəfər. Əlverişli hallarda 1 sürətə yazdı. Deməli cavabımız olur 10'da 1. Ehtimal tapdıq. 10'da 1. Təsadüfən seçilmiş bir şagirdin 70 bal toplama ehtimalı nə qədərdir? Deməli bu 100 bal toplama ehtimalı idi. İndi 70 bal toplama ehtimalını yazıram. Ümumi 10 nəfər var. Mümkün hallar 10 yazılır məxrəcə. Burada 70 bal toplayan neçə nəfər var? 3 nəfər. 3 nəfər də sürətə yazılır. Demək bunun da ehtimalı olacaq 0,3. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.